Hamıya salam falan fidan tezə bölümünə xoş gəlmisiniz. Bu gün yanımızda İlkin İlkəndə var. Əlasınız. Necəsiz? Yaxşı, siz necəsiz? Çox sağ olun, mən də yaxşıyam. Xoş oldu sizi burada görmək. Yaxşı ki gəldiniz. Ümid edirəm sizin üçün maraqlı olar video. Teşekkür ederim. Delirimiz delirimiz. Biz de heç verilişə baxmamış ki, sürpriz olsun. Bura gələn hamı, heç kim verilişə baxmır. Günayın bölümünə bir hissə baxmışdım Hə. mən ki Nədən gedir söhbətə? Hə. Bu heç bir oyun burada yoxdur oradakı. Və hər bölüm daha fərqli oyunlarla qarşınızdayıq. Düzdür, daha fərqli oyun yoxdur, amma hər bölüm fərqli oyundur. Birbirinizi nə qədər tanıyırsınızı biraz yoxlayacağıq. Necə tanıyırsınız birbirinizi sizcə? Heç tanımıram. Bu kimdir? Gözəl xanımdır, çıxanda bir kofe içərik. Sağ ol ya. Neçə ildir bir yerdəydiniz? 5. 5 il. Məncə 5 ilə yaxşı tanıyarsınız. Yəni Bu gün görəcəyik burada. Çox da əvvəlcədən demirsiniz. yeməkdirsə, nə bilim, şeydirsə, ali məişət zəminində olan mövzulardırsa tanıyarıq, amma belə arada elə hərəkətlər edir ki, mən bunu tanımıram falan deyirəm. Çoxu əslində davranışla əlaqəlidir. 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 Ona görə baxacağıq, görəcəyik. Başlamadan əvvəl sizə kiçik bir hədiyyəm var. Ay çox sağ olun. Siz açana qədər mən sponsorumuzdan danışım. Bəli, Bay Fitnaf həmişəki kimi ümid edirəm bu gün burada başqa bir sponsor adı çəkmək də bizə nəsib olar. Bay Fitnaf əgər jurnal və çərçivə almaq istəyirsinizsə, hardan sifariş edəcəyinizi bilirsiniz. Mən qərarlılıq Öz tamamilə sürpriz oldu, tərs açmışam. qəşəng. Hop. Nə qəşəngdir. Ancaq səyahətlərimiz var. Yox, arada toy da var. Toy, bayram, səyahət. Bir dənə toy var, pis yox. Özü yenidir. Yenidir, Son hə. səyahətimiz də var. İşıq düşmür üstünə. Bir daha yuxarıdan sos deyirəm. Bunu dalına maqnit edib xaldinkın üstünə yapışdırmaq olar. Olar, amma tutacaqmı yalan deyərəm. Olar amma. Hə. Çox sağ olun. Çox sağ olun, əllərinizə əllərinizə sağlıq. Sağ olun. Hazırsınızsa oyunlara keçək. Keçək. Let's go. Məni yaxşı tanı, bax, beynimi atdırma. Rekta deyərsən. Bunu bəlkə nə bilsən, kamera arxası kimi qoydular. Bilməm, rek gedir kimdir. Gedir də, saxlamayıblar keçdilər. Doğru. Rek gedir. Gedir. Ay da, bayaqdan burada quşladıq. Allah, bax məni utandırma. Utandırma. Bir-birinizi nə qədər tanıyırsınız suallarla qarşınızdayıq. Bir sualları verəcəm. Bir sizin haqqınızda, bir sizin haqqınızda. Məsəl üçün, İlkənə haqqında sual verəndə siz özünüz haqqında yazırsınız. Ya sən denən, sənə də rahat olsun, bizə də rahat olsun. Cümlə qurulanmır çünki. Eləyəmirəm. Mən həmişə gələn qonaqlarda bunu yaşayıram. Siz deyirəm, sonra sən deyirəm, sonra yenə siz deyirəm. Gedir. Başdan bağla sənə getsin. Yaxşı, sən. İlkənə haqqında sual veriləndə sən özün haqqında yazırsan, sən də onun haqqında. Sən deyəndə çox qəribə hiss edirəm özümü. Alar bir sual verin. Nə vaxt başlayırıq? İndi. Verirəm sualınızı. İlkənənin ən çox həssas olduğu mövzu. Şeydə, bura 200 maddəlik bir ssenari yaz. 3, 2, 1. Heyvanlar, bəli, doğru cavab. 1 puan qazandınız. Kim? İlkin. Hə. Yes. Bildi. 1-0. İlkinin ən sevdiyi serial. Qeyd şərtsiz. Yəni buna baxmağım üçün mənə dəfələrlə psixoloji şiddət eləyibdi və mən buna baxa bilmirəm. Çünki yavaş axır. 1, 2, 3. Bəli, bəli. Ən sevdiyim serialdır. Hamıya tövsiyə edirəm baxmayanlara. Ya onun ən sevdiyi seriala mən baxa bilmirəm, çox yavaş axır. Mənim ən sevdiyim serial da o baxa bilmir, çox sürətli axır. Bəli. O qızların oğlanlarda elə olur. Mən də kim dostum varsa oğlan, Breaking Bad çox qəşəngdir. Açmışam, getmir bölüm. Beyinlər yavaş işləyir. Burada şey var. Oğlanlara qarşı şey mi Cins var? ayrı seçkilik. Cins ayrı seçkilik. Yox, əsla bizim proqramımız əsla elə bir proqram deyil. Mən qayət seksist bir insan. Kəsək buranı, kəsək. İlkəndənin ən qəribə vərdişi nədir? Bunu mən Qəribə olur. Yazdım onu. Nəyi? Mən nə bilim, nə fikirləşsəm bilmirəm. Qəribə. Təcizdiyim bir şey var diye. Yox, onu demə. Yox. O qədər cici şeyim var ki. İlkin yazdı qəşəng. Risk elədim. Son cavabım da ola bilər.
Bundan sonra bağlayırıq kameranı. 3 dəqiqə çək. Bəli. Səhv yazdım. Azərbaycan dili evə getdi. 2 1. Ne yazmısan? 15 saat Əslində yatmağa bağlıdır. Makyajda yatamıram. Bəli. Bilmədiniz bunu. Çıx qoydum. Hələ ki. Qəribə deyil axı bu. Vərdişdir də yəni. Elə mən bilə-bilə suala səhv cavab versəm bu xalq edirəm. Verişin bug'ını tapdım. Tamam, getdi. Digər sualınız. İlkinin ən pis vərdişi nədir? Nə cəhətdən pisindir. Bəyənmədiyiniz. 3 2 1. Yo, fərqli şey yazmısınız. O vərdişdir. Sən əsəbləşmək sənin üçün vərdişdir. Həm vərdişim çox yeməkdir. Çox yemək bir vərdiş deyil. Bu yemək pozuntusudur. Vərdişdir, Anoreksiyadır yemək bu. yeyirəm, vərdişdir. Vərdişin nə olduğunu danışırıq, bəli. Verişimizdə Vərdişlər vərdişin izləyirlər. Nədir? Vərdiş nədir, necə olur? İlkənənin haqqında saatlarla danışa biləcəyi mövzu. Mənim fikirləşdiyimi yazma. Mən yazmışam. Üç, iki, bir. Sonsuzluq. Hər şey haqqında sonsuz sayda danışa bilərəm. Yox, mən sənin haqqında nə danışacaqdım? Yo. Mən nəyinsə haqqında danışacağam. Bəli. Səhv başa düşmüsən. Tamam, mən yanlış anladım. Üst-üstə düşməyi də biraz çətin olacaqdı. Yox, elə yəqin ki elə bir cavab ver. Yəni biz təzə tanış olanda biz nə bilim pendirin yaranışının üstünə bir 4 saat falan söhbət eləyirdik. Bizim söhbətlər də çox qəribə olur. Məsələn, pendirdən başlayırıq, axırda nə bilim kvant fizikası keçirik, oradan gəlirik heyvanların yuxusu, necə çoxalırlar falan. Bir də görürük amöbdən danışırıq. Yəni ən sadə dünən axşam olan şeydir. Dostumuzla oturmuşuq Süleymanla. Bir də baxdı ki, biz antilopun pələngi yeyə bilməyəcəyi haqqında müzakirə aparırıq. Normaldır məncə. Fərqli suallar. Ən azından maraqlıdır. Bizim qrupda olan adam sıxılmaz. Bəli. Bizim kruqa qoşulun. Ayda IQ 15 manat. səviyyəsi yüksək. Abunə ola bilərsiniz. İlkin adaya getsə aparacağı 3 şey. Üç, iki, bir. Yemək, internet, telefon. İnternet ilkənə, o birini oxuya bilmirəm. İkimiz. Nə olan ovlanmağa? Hə? Ovlanmağa mı? Yox, Zeytun dil yazıq idi, nə olanı yazdı. Nə olan sən yemək də tapar məncə. Şovul araşdırar. 0.3 bal qazandım. Bəli, 0.3. Amma internet aparır, telefon aparmır. Yəni nə işlənəcək onu? Adadakı Telekommunikasyon. adadakı telekommunikasiyanın mənə də hansı adaya gedirik? Issız demədiniz ki. Sağ ol. Tərk edilmiş, heç kim olmayan bir ada deyil. Detay versəydin. Detay verseydin keşke. Ayrıntı verseydin keşke. Bəli, digər sualınız. Çox kreativ bir sualdır. İlkənə həbs olunsa, nəyin üstündə həbs olunar? 1. Maşın sürəndə söymək döymək. Sən də onu yazmışsan. Deyəsən, maşın sürəndə biraz əsəbləşirsiniz, tam əmin olamadım. Biz əsəbləşmirik, əsəbləşdirirlər. Məsələn, Avropada maşın sürməsəydim, bu qədər əsəbləşməzdim. Keçən il 3 aylıq sürücülük təcrübəmdən Avropada maşın sürdüm. Yəni, çatmışıq, aeroportdan düşmüşük, maşına minmişik, gedirik otelə şəhərin mərkəzinə, aeroportda biraz uzaqdadır da. Şəhərə çatdıq və mən xətt dəyişdirməliyəm. Pavarotniki yandırdım, baxıram arxadakı saxlayıb, bilirəm, sür də niyə gözləyirsən? İlkin də bilirik, pavarotnik yandırmışsan, niyə tormuz elədi? Aydınlanma yaşadık ki, bu işləyirmiş, bizdə işləmir. Bizdə işləmir. Necə o təzə Çin maşınlar gəlir, lidar sistemi Azərbaycanda işləmir. Deyəsən pavarotnik də bizdə işləmir. Bəli, digər sualınız. Mən bu oyunu çox sevdim. Biz bunlar da evdə deyilik. Sadəcə də açılır sizdə sərgin gəlir. İlkinin həmişə bu sonuncu dəfədir deyib, amma yenə də elədiyi şey. Birini yazanmaram. Onu yazanmaram. Elə o pisin gəldi. 3, 2, 1. Necə? Siqaret tərcizmi. Sənin daha pis bir ailədəçiliyin var. Ay.
Salma onu. İlkin deyir ki, bu həftədən diyetdəyəm, artıq arıqlayıram. Bundan sonra normal hər şeyə fikir verirəm. 2 həftə çox yaxşı diyet tutur da. Yəni İlkinin özdə bədəndə 6 kilo falan atır. 6 kilo 2 həftəyə arıqlayır bu adam. 2 həftə sonra belə deyir. Bəlkə duraq gedək bir lahmacun basaq. Arıqlayandan sonra ola bilər də. Tamam da 6 kilo gedib göbək hələ də yerindədir. Bu bullying zad deyil ha, yəni heç kəs səhv başa düşməsin. Mənim heç vecimə deyil 10 kilosu. Prosta bədəni üçün zərərlidir, özü də bunu bilir. Özü də deyir də ya. Hə, yəni arzu deyir ki, yox sağlam yaşamalıyam. Okey, saxlayıram yeməyi. Nəysə yemək yeyək. İlkəndənin həddindən artıq istifadə elədiyi söz. Biri söyüşdü. Gözləyirik. İkincini yazamayacağım. Kömək eləyim sən biraz. Yox. 3, 2, 1. Sərin. Yo. Yəni olur. Aşko. Nə Mən yazmısan? belə istəyirəm şey yazmışdım. Gifin var ya, gifin belə istəyirəm yazılıb. Bildim, gifim var, amma gün ərzində onu işlətmirəm də o qədər. Yəni xitab minvalında baxanda ən çox Onda bunu ilkin də işlət. yaza bilərdim də. Yox, ilkin demirəm ki. Dava. Dəqiqə saxlayın kameranı. Studiyada gərginlik. Çıldırdılar. İlkinin evdə ən çox itirdiyi şey. Yadından çıxır. Hə. Evdə ümumiyyətlə. Ümumiyyətlə olsun. Hə. 3, 2, 1. Çantası maşın açarım. Da itirmişəm, hə. Sən özünü tanıdığın haqqında bir bilgin var mı? Ən çox maşının açarını itirmişəm də. Maşın açar çünki həmişə sumkada olur. Sumkada ya maşında qalır ya da hardasa qalır. Maşın açar cibimdə olur, sumkada olmur. Son bir həftədə sumkavı düz 4 dəfə ya 5 dəfə Bax, itirmisən. o niyə itirmək saymıram? Çünki mən dururam, sən dalımca götürürsən. İş deyil də bu. Bu İtmədi, sən gördün, götürdün. Bu itib də bunu kimsə tapıb gətirib. Hə. İlkəndənin ilkinin elədiyi üçün əsəbləşdiyi, amma özünün də elədiyi şey. Başlıyorsun. 3, 2, 1. Yenə səhv cavab ver. Nə dedin? Qışqırmaq. Qab yumama. Ya söhbət eləyəndə qışqırır mənim üstümə, mən də eyni tonda cavab verim. Belə üstümə niyə qışqırsan? Yox, fərqli şeylərdir. Mənim normal səs tonum çox yüksəkdir gördüyünüz üzrə də. Yəni mən bir damcı əsəbləşib intonasiyanı sərtləşdirəndə mən qışqırırmış kimi görünürəm. Amma o həqiqətən qışqırır. İndi mən olmayım, siz olun. Deyil səhvsən. Mən razı. Mən razı. Burada seksistlik var. Qadın dayanışması var burada. Kişiləri azaddır. Niyə? Nə qayrəsiz azadlığına? Məncə də. Yəni 25 il azad yaşamısan. Nə əldə eləmisən həyatda? Tapdım da sən də nə istəyirsən? Tamam da, yəni o 25 ildə nə əldə eləmisən? Sən. Boşa tribünlərə. Heç tribünlərə oynama. Digər sualımız gəlir. İlkin loteriyadan milyon qazansa ilk alacağı şey nədir? Cavabı gördüm səhv. İlkin istəkləri. 3, 2, 1. Nə yazmısan? Amsterdamda otel yazmısan. Hər dəfə deyirəm. Qaçırtdım. Hər dəfə deyirəm. Amsterdamda otel 1 milyon deyil də, daha çoxdur. Hə, mən də o fikirləşdim. Balaca oteldə. Yəni sən Airbnb ola bilərsən 15 kvadrat, tualetdən bir də kravatdan ibarət deyil. Milyonu özüm qoyaram, 1-2-3 dənə O də pansion da yatırımcı sayılır. taparam, sonra yığarıq da bir təhər. Amma bir bitcoin alarsan da əlim vicdanlı. Milyonum var, mən niyə bitcoin alım? Yəni 2 milyon olsun deyə. Ağıl var, məntiq var, biraz iqtisadçı kafası. İlkəndənin gündə ən az 5 dəfə verdiyi sual. Bilmirəm. 1, 2, 3. Sizin yazınızı heç oxumur. Hə, nə seçirik? Nə seçirik yazı? Yox, yenə uyuşmursunuz. Çay qoyarsan. gedirəm. Nə çəkirik deyirsən? Çəkiliş olmayan günlərdə nə edirəm? Çay qoy. Gündə 50 dəfə, gecə saat 2-də də mənə çay qoyursan, məzələnərsən. Qoyuram, doğru. Qoyuram. Səhv cavab verib də özü. Sən xal itirirəm də, udmağıma şərait yaradıram. Nə Hə, onda istəyirsən? tamam, okey. Peki o zaman. Olur. Yaxşı qutardı. Olur. Sıyrılma sanatı. Hə. Bu sualı bir edirəm, başa düşərsiniz. İlkinin lazımsız, dramatik olduğu mövzu dramaya çevirir. Lazımsız.
Hər şey. Sonsuzluq. Dramatik. Amma indi dramatikdən bunun nə başa düşdüyü çox müəmmalı deyə. Çox böyüdür, dramaya çevirir bir mövzunu. Niyə belə oldu? Hə. Ay, mən bu hansı əlifbadır? 3, 2, 1. Nə yazıbsan? Telefon əlimdən alındı. Ya bir istəsə verəcəm də. Gəl belə alır əlimdən. O əsəbləşdirən şeydir. O səni dramaya bağlaır. Drama eləyirəm də onu böyük. Niyə aldın əlimdən? İstə verim də. Bunun üstündə bir dəfə çox pis dalaşmışdı. Bəli. Amma 3 il əvvəl idi. Digər sual. İlkəndənin həmişə sabah eləyərəm deyib eləmədiyi şey. Çox sevdim mən bunu belə. O. Arxamca saydırırmışsa, ürəyimi boşaldırsa. 3, 2, 1. Bəli. Bəli. Bəli, sağ şükür. Mən tapdım. Xroniki D vitamini və dəmir əksikliyinin gətirdiyi Özünü müdafiə eləmə, durmursan. Yalanı özünü müdafiə eləmə. Mən udacam olsa bu oyunu. Buradan evə gedək ki. Dəmir əksikliyi var, ona görə yata bilmir. Axırıncı sualımızdır. Bəli. İlkinin həmişə yarımçıq qoyduğu iş. Dəqiq yəni. 3, 2, 1. Ev təmizləmək vlog editi. Yəni də. İkisi də düzdür. İlkin uddu, 3 dənə bilərək, 8-də 3 dənə bilərək uddu. Yaxşı nəticədir. Çox, əla nəticədir. 2-dən yaxşıdır. Məncə biz bu evliliyi bir də gözdən keçirdik. Bəli, digər oyuna keçə bilərik. İndi dodaq oxuma oynayacağıq. Hə, qışqıra. Görək hansı sözləri işlədəsiz. Keçək oyuna. Sıfır toleransa dik durma. 1. Dəsmal. 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 Bəli. Qaytarmaq. Ay, göstərmək Olmaz, hə, все. Qaytarmaq. Qusmaq. Dəyişdir. Qaytarmaq. Bəli. Ramazan. Dərmanlamaq. Ramazan. Ramazan. Mə. Ramazan. Ramazan. Pas deyə bilərsiniz. Dəmantən. Beponten. Pas yaxşı. Ciddiləş də. Tənəffüs. Tələffüz. N. Tənəffüs. Tənəffüs. Bəli. Zoopark. Zoopark. Yo. Hə. Zoopark. Yobaz. Deyirəm də söyüşdü. Zoopark. Zoopark. Leopard. Zoopark. Zoopark. Leopard. Heyvanlar var orada. Zoopark. 10 saniyə. Zoopark. Bəli. Təchizat. Su turbası türkcə. Təchizat. Ay qısa bir sözdür də. Cümlə oxuya bilirəm. Bizə 2 də, bir daha pas. bilənmədiz. Qəşəng. 2, 1. Qatar. Qafar. Qatar. Qatar. Əlimi savaşaq. Qatar. Qatar. Bəli. Hə. Vahid. Çox Vahid. pis söz gəlir ağlıma. Vahid Bulet. Vahid. Doğru. Batareya. Badamdar. Batareya. Balaleya. Batareya. Bonadea. Bütün markalar geldi. Burada sizin reklamınız olabilirdi. Batareya. Batareya. Bəli. Hə. Cuşə. Günəş. Cuşə. Gülşən. Cuşə. Güzgəl.
Güşə. Göy qurşağı. Güşə. Gülşən. Güşə. Pas deyə bilərsən. Çəngəl. Hə? Çəngəl. Yelkən. Çəngəl. Sərgər. Çəngəl. Sərkərdə. Balıq. Balıq. Hə. Güşə. 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 Bəli. Tapdı da, tapdı da. 31-də tapdım. Saymıram. So. Bu mənim balıma Mahnı gəlir. yaxşı idi. Mən çünki qəşəng izah elədim. 5-5 elədiniz bu arada. İkiniz də 5 tapdınız. Qoşa. 8 sözdən 5 söz. Güşə idi, göy qoşağı. Güşə necə göy quşağı? Ya ağzım o qədər uzandı. Güşə sözünün axırıncı dəfə bir 7-8 il bundan qabaq eşitmişəm. İndiki oyunumuzda nöqtələrin yerini doldur oynayacağıq. İlkin və İlşanə xanım nöqtələrin yerini dolduracaqlar və cavablarını üst-üstə salmağa çalışacaqlar. Hazırsınız suallarınıza? Aha. Nöqtəni doldurun. Ha. Yoldaşımın məni qısqandığını nöqtəsindən hiss eləyirəm. Qaşlar qalxır belə. Qaşlarından, 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 Evet. əla. baxışlarından da ola bilər. Amma bir cavab seçməz. Ha. Qaşlarından. Qaşlarından, əla cavab. İkinci sual. Hmm. Həyat yoldaşımı qarşıma nöqtə üçün çıxardıb. Mən mallı. Yəni bu malda bunu düzəldib. İlkana düzəlsin. Məni düzəltmək üçün. Mən düzəltmək üçün olar. Bəli. Mhm. Üçüncü. Hamı o qədər gülür, nəyə gülürsünüz? Yoldaşım nöqtə mövzusunda anamın əlinə su tökə bilməz. Riskli. Qeybət. Əla, 3 cavabınızı verdi. Çıxardın. Bir kalp kaç defa sever. Orada bana da var. Və cavablarımızı aldıq. Hazırsınızsa, ilkindən soruşduq. Yoldaşımın məni qısqandığını nöqtəsindən hiss eləyirəm. Nə demişdir? Bir dəqiqə, burada qısqanan mənəm odur. Biz qısqanmırıq ki. Hər hansı bir mövzuda da, yəni Hə, Süleymana qısqanmaq da ola bilər. ola bilər. Hə. Zehləm getmiş. 3-4 gün gərgin oluram yəqin. Gərgin onda nə edirsən? Qışqırıram. Səhv cavab. Bəli, qaşlarından demişdi. Mən onu neyim? Mən bütün gün qaşdan belədim. Yox, gərgin olanda olur. Bəli. Gör, dedi ki, siz çox gərgin olursunuz. Orada nələr dedi, görüm. Nə salladın Mən aramıza? deməmişəm. Verilişin heç yerdən baxmayıb burasını qoyub baxacaq. İkinci. İlkindən soruşduq. Həyat yoldaşımı qarşıma nöqtə üçün çıxardıb. Tərbiyə eləmək üçün deyib yəqin. Qəşəng, qəşəng. Məni düzəltməyə demişdi. Eyni cavab sayıram. Qəşəng. Öyrətmisiniz. 5 ilim gedib, ömrümdən gedib. Üçüncü. Yoldaşım nöqtə mövzusunda anamın əlinə su tökə bilməz. Mən burada nə desəm qol yeyirəm yəni. Buran kəsəsiz ya da bibliyəsizsə deyim. Cavab verdi qəşəng. Histeriya. Histeriya. Bunu kəsin. Belə bir şey olmadı. Təzədən cavab gözləyir. Yemək pişirmək. Mən elə söz demərəm. Evdə ac qalaram. Diplomatik cavab verin dediniz də. Qeybət demişdi. Maması ilə qəşəng qeybət eləyirik. Yox, dedi ki, mamam daha qəşəng qeybət. Hə, yəni qəşəng allandırır, pullandırır. Oturanda 4-5 saat qohum, əqraba heç kəsdə belçini yeşək. Yəni bir 10 il qabaq baş verənləri oradaymışam kimi danışa bilir mənə. Oradaymışam kimi. Bəli, üçündən birini bildiniz. Yaxşı nəticədir. Görək tərsinə olsa necə olacaq. Bəli. Hazırsınız? Verirəm suallarınızı. Nöqtəni doldurun. Yoldaşımın mənə yalan dediyinin nöqtəsindən başa düşürəm.
Yanaqları qızarır, gözü başlayır gülməyə, amma özü fərqinə varmır. Bir şey seçməlisiniz. Baxın. Gözlərindən. Gözlərində. Əla. O gözün içinə qədər yalan danışırsan sözü ilkin üçün yaradılır. İkinci sual. Yoldaşımın məni həqiqətən sevdiyini nöqtəsindən başa düşürəm. Yəni 5 ildə çıldırıb özünü öldürməyibsə, oradan başa düşür. Özünü öldürməməyindən. Yazım elə. Yox, məni boşamamağından başa düşür. Bəli, əla cavab. Axırıncı sualınız. Yoldaşımın nöqtəsi məni çox təəccübləndirdi. Böyle qəribə bir vaxtınız. Mən ilkin tanınmış olduğumu bilmirdim. O dönəm ilkin tanınırdı. Videozavr vaxtlarından falan da. Yəni şəhərdə zət bundan şəkil çəkdirdilər. Mən böyük mən bunu qram tanımırdım ha, yəni böyük ehtimalla. Ya mənə dirəşim ki, bax filan kəs tanıyar da, yəni filan kəsindən soruş. Dostun, oğlan dostundan soruş. Heç kim tanımıram. Yo, mən də soruşmurdum. Dəliyəm mən yedim kimdən soruşuram. Tanımırdım onu. Tanınmağına təəccüblənmişdim. Tanınmasından. Görək nə deyəcəyik ki. İçəridən soruşduq. Aha. Yoldaşımın mənə yalan dediyini nöqtəsindən başa düşürəm. Dodağımı qaçır verəm. Yalan danışıram. Bu bildiri verəm. Bu söhbəti 2 həftə qabaq eləmişik, yəni. Aha. Səhv cavab verir. Səhv cavab vermişəm. Gözünün içindən başa düşürəm. Gözün belə eləyir. Yaxşı. Mən Yaxşı. həmin moment dodağımı yığışdırmağa çalışıram. Gözüm yaddan çıxır. İkinci. Göz gözə gəlməmək, çox üzr istəyirəm. Buyurun. Göz gözə gəlməmək üçün üzünü dönüb o tərəfə gedirsən ki, nə olan, Zeytun, hardasınız? Yaxşı, bunu da düzəldərəm. Yalanları professionallaşdıracaq. Əla. İkinci. Yoldaşımın məni həqiqətən sevdiyini nöqtəsindən başa düşürəm. Mən qəşəng yeməklər bişirirdim. Yox, ey, mən səni. Sən məni sevməyi ondan başa düşürəm. Bəli. Qayğısın, qayğıdan. Çox romantik düşünürsən. Sən, yaxşı. Məni boşamamağından dedi. Səhvsə Tək də. səbəbi olar. Boşanmırsa seviyordur ya. Yəni bu qədər şeyə rəğmən boşanmamış. Bəli dedi ki, 5 ildir dözür mənə, hələ də boşamayıbsa həqiqətən sevir dedi. Yox da belə bir şeyə açıqlıq gətir. Biz ikimiz də çox çətin xarakterik. Bir-birimizi yola verməmiz. Yəni qarşındakını sevməsən bu iki insanı heç kəs yola verə bilməz də, yəni. Buradan çıxıb xoş qədəm verişinə gedir. Əla. Axırıncı. Yoldaşımın nöqtəsi məni çox təəccübləndirdi. İlk Keçmişdə tanışanda, ilk tanış olanda. Gülüşü. Yox, hey, səninki məni. Ay, bu necə şey o? Mənəm təəccüblənirəm. Qaydalar bir izah edin. Narsistliyə bax mənə. Ancaq özü. İlkənədən soruşduq. Aha. Yoldaşımın nöqtəsi. Təzə tanış olanda məni nə təəccübləndirdi sənin Hansı haqqında? belə Inception-a baxmağımız. Nə oldu? Nə Interstellar? Hə. Tanınmışdığın. Tanımırdın məni sən. Bəli də odur da təəccüblənmişdim Hə, ki, səni tanıyırlar küçədə. Buradan çıxıb asan xidmətə yola salacağıq. Utdun da nə istəyirsən? Bəli, uduz. Əsəbə mal Mal bu oldu. adam məni yəni hər şey okeydir. Deyir filan şey hə düzdür. Amma yəni birinci cavab olaraq qətiyyən o yoxdur da. Əsla. Utdun. Bəsdir. Təbrik edirəm. Bəli, bəli. İndi isə bayaqki oyuna çox oxşar bir oyun oynayacağıq, amma variantları seçməklə olacaq. Sual veriləcək, variant seçiləcək və görək digəri bu variantı tapa biləcəkmi? Boşansaq kanal şikayət edib bağlatdıracaq. İlkənənin söndürmə düyməsi olsaydı, Aha. nə qədər tezliklə basardınız? Aha. Birinci A variantı, gündə bir dəfə söndürərdim. Aha. B variantı, həftədə bir dəfə söndürərdim. C variantı, ayda bir dəfə söndürərdim. D variantı, lazım olanda yandırardım. Həftədə bir dəfə söndürərəm. Aynen günün ortası. Hə. Qəşəng B variantı deyirsiniz. Batdınız. Batdım. Getdi. Getdi. Yoxdur artıq. Boşanasın. Mən belə baxım.
Hazırsın? Və ilkindən soruşduq ki, İlkənənin söndürmə düyməsi olsaydı, nə qədər tezliklə basardın? 0.1 saniye. Və A variantı, gündə bir dəfə söndürərdim. B variantı, həftədə bir dəfə söndürərdim. C variantı, ayda bir dəfə söndürərdim. D variantı, lazım olanda yandırardım. Xal qazanmalısan bu. Nə demişdir? Gündə bir dəfə söndürərdim. Həftədə bir dəfə demişdi, biraz evliliyi düşünərək də. Həftədə bir dəfə demişəm. Sən özün gündə bir dəfə söndürdün. Hə. Elə bildim mən söndürüb işlədərdin zaten o elə fikirləşdim. Və həftədə bir dəfə söndürərmiş mən. Dedim özümə. Dedim, bundan sonra yaxşı yerə getmir dedim. Bəli, siz taxın istəyirsiniz. Biraz da tərsinə soruşaq. Başlayıram. İlkin gəlib desə ki, dostlarımla tək İspaniyaya gedirəm, ona nə cavab verərsən? A. Şok keçirdiyini düşünüb mən yaxın xəstəxanaya apararam. B. Çatanda yaz səni sevirəm. C. Nəinki İspaniya, marketə belə mənsiz gedə bilməz. D. Bank kartını qoyub getsin, istəyir hara gedir getsin. Bank kartını qoysun, mən onun dalınca İspaniyaya bilet alaram. Yavaşca izləyərəm. Əminsiz? Bank kartını mən burada nə edirəm ki? Mən bank kartı ilə bilet alıb çıxıb getmək üçün istəyirəm. Hə, yəni ki, D variantı. Bunu oturub söhbətini eləmişik. Dostları ilə getmək xəyalı var Amsterdama bir yerdə. Amsterdama yoxdur ya. İspaniya maraqlarında deyiləm mən. Əgər ilkindən qızlarla heç vecinə də elə, ona şey olsun. Taylanda desəz deyərəm, hə. Bütün qırılmışlarını yığıb gedəcək Taylanda. Bunu danışmışıq. Onlar harasa getsələr, mənə də bilet alırlar. Onlar öz kayıflarında gəzsinlər. Mən tək başıma çıxıb shopping edim. Mənim nəvim içmədi, mən gedib duxa alacam. Bundan nə Qardım ahına. D. Əla. Seçdim. Eşitdiniz onu? Eşitdim. Amma Yerlərin nə- səhvliyində. Ay, Yox, yerlərin Hə. səhvliyində. Hə. İlkin gəlib desə ki, dostlarımla tək İspaniyaya gedirəm. Mhm. Ona nə cavab verərsən? Dedi İlkənə. Dedi ki, A. Çatanda yaz səni sevirəm deyərəm. B. Bank kartını qoy get, istəyirsən İspaniya yox, hara gedirsən get. C. Nəinki İspaniya, mənsiz marketə belə gedə bilməz. D. Şok keçirdiyini düşünüb ən yaxın xəstəxanaya apararam. Bu böyük bir ehtimaldır. Axırıncısı. Amma C deyəcəm. Hansı? Nə idi C? Amma- Cavabı dedi. Sənsiz marketə belə, Hə. marketə belə gedə bilməz mənsiz deyirsiniz. Səhv deyirsiniz. Dedi ki, bank kartını qoyub getsin, istəyir hara gedir getsin. Mən heç veclənmirəm dedi. Özüm üçün çıxıb Bank kartına get bilet alıb dalğızca gələcəm də. Yəni nə şeydir? Bunu hər dəfə danışmışıq. Dolaylı olaraq C-ni verirsən də cavab olaraq. Market mən sənin kimlə hara getməyimə qarşı deyiləm. Mənim burada qalmağıma qarşı. Niyə onun Xeyr ola, dalımca sən gəzirsən, gəlirsən? mən Yığ Bakıda padruqalarımı get başqa ölkəyə. Okey də bank kartını verirsən, mən də gedirəm gəzməyə. Tamam. ikna oldum. Münaqişə. Bank kartına ehtiyac yoxdur. Vöyünün nömrəsini versən bəsimdir. Tamam. Pulu çıxardıb gedəcəm. Oradakı tüm parayı sömürdükdən sonra İkiniz də səhv cavab verdiyiniz üçün. ikimiz də cəzalıyıq. İkiniz də limon yeyəsiniz. Limon gətirək. Blogerləri çağırıb işgəncə verdi. Hə. Buz var. Al qazlı su. Cheers. Buyurun. Bayağı çok rahat, çok profesyonel. Ya var. Bal de bu. Üzünü niyə gizlədirsən? Kimdən? Belə yazdım. Dodağımı tutmağa çalış. Hazır mədən olmalıdır. Onu da kəssə. Sən kəsim. Gələn cəzada çay da olacaq. Kəsim. Yəssənsə kəs. Sən yesən.
Sən yesənə. Özlərindən format qoşdular. Cəzanı bəyəndilər. Mən tekila təşkil edirəm. Yadıma salın. Gələn sezon bir dəfə də çağırım sizə tekila hədiyyə alım. Baş üstə. Uşaqları pozma şəklində. Hə? Y generasiyalara Z generasiyanı pozur. Həyat sizə limon Hamını veribsə, hamını degenerasiya eləyirəm. Tekilaya qoyun. araqla vurun yesin. Bəyəndim. Limona influence oldu. Sponsor gəlmişsə bu limondan vurun satın. Gələn seriya. Sponsorumuz Fidan limonlar. Və təbrik edirik. Mənə sual verdilər ki, Mhm. ən qəşəng qızlar harda olur? Mən də dedim ilkin qıza baxan deyil ki, ilkin gəlib dostları ilə prosta xır tutmağa çalışacaq. Yəni də gedəcəyik Barselonaya. Oradan girəcəyik kazinoya. Ay bala uşaqlar var. Tamam, Y generasiyanı pozaq da bu qədər pozmayaq. Uno oynayırlar orada. Damina. Damina, Uno. Gedir. Çəkdilər hamısını çəkdilər. Hamısını çəkdilər. Niyə mən belə şeylər elətdirsən? Hamısını qoyacağam. Dilim yanır. Mənimki də çox pisdir. Sonradan gəlir. Dilimin kökü uyuşur. Eyb yox, sağlıq limon deyərəkdən gündə bir limon almaydı. Gündə bir limon yesən, Şişkinliyin azalar yəni maksimum olacağı budur. Ödəm götürər. Yaxşı gəldiniz. Çox təşəkkür edirəm gəldiyiniz Təşəkkür üçün. edirik. Ümid edirəm maraqlı keçdi sizin üçün. Gayet əylənceli. Hətta ilkin getmək fikri yoxdur deyib biraz da oynayaq. Hə, Əvvəl, sabah tezdən əvvəl. gələriz. Sizi digər sezonda görmək istəyirik. Tekilaya görə çağırırlar. 100%. Çox maraqlı keçdi mənim üçün. Çox sağ olun yenidən gəldiyiniz üçün. yenidən. edirik. Yenidən. Yenidən. Hə, yox, yenidən Çox sağ olun yenidən nöqtə Hə. gəldiyiniz üçün. Bəli, Bergül, Nida. Savan istasınız.